Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Xoş gördük sizləri. Biz yenə də sizləri maarifləndirmək üçün buradayıq sizin qarşınızda. Əlbəttə ki, söz verdiyimiz kimi növbəti müsahibəmizdə də, növbəti proqramımızda da sizi maarifləndirmək üçün sağlamlığınızla bağlı, sizi maraqlandıran nüanslara aydınlıq gətirmək üçün çox hörmətli professor hazırda bizimlə bərabər sizin qarşınızdadır. Sədaqət xanım, xoş gəlmisiniz. Professor, ilk öncə sizdən soruşmaq istərdim ki, ümumiyyətlə yaranan nevroloji xəstəlikləri beyin yorğunluğu ilə əlaqələndirmək nə dərəcədə doğrudur? Müasir dövrümüz streslərlə zəngin, adinamiya ilə, gipodinamiya ilə zəngin olan bir dövrdür və müasir iş rejimimiz, ofis iş rejimi, istəyir başqa sahələrdə olan iş rejimi də gün ərzində 6-8 saat kompüter arxasında oturmaq. Əlbəttə bunlar müəyyən yorğunluq yaradır, sinir sistemində yorğunluq yaradır və bu yorğunluq sonralıqca sinir sistemində müəyyən üzvü, orqanik dəyişikliklər əmələ gətirərək bir sıra funksional sinir pozuntularının, təşvişin, depressiyanın, xroniki yorğunluq sindromunun yaranmasına səbəb olur. Ancaq bütün xəstəliklərin əsasında yorğunluğun durması, onun çox xəstəliklərin tətikləyici olması fikri zənnimcə düzgün deyil. Zaman-zaman verilən məlumatlarda bildirilir ki, aktiv həyat tərzinə malik olan insanlar insult keçirən zaman fiziki məhdudiyyətə məruz qalır və əksinə beyin fəaliyyəti ilə məşğul olanlar isə insult keçirdiyi zaman yaddaşını itirir, düşünmə qabiliyyətində müəyyən problemlər yaranır. Siz bir alim kimi bu fikirlə razısınızmı? Mətanət xanım, mən qeyd etmək istəyirəm ki, insultun əlamətləri onun beyin strukturunda zədələdiyi sahələrə bağlı olur və insanın funksional məşğuliyyəti ilə heç bir əlaqəsi yoxdur. Bu sadəcə olaraq yəqin ki, bir diletant yanaşmasıdır. Doktor, unutqanlıq və son illərdə, özəlliklə son illərdə çox tez-tez rastlaşdığımız Parkinson xəstəliyinin sinirlə əlaqəsi nə qədərdir? Mətanət xanım, bu çox vacib bir mövzudur. Günümüzün aktual mövzusudur. Demensiya və Parkinson xəstəliyi. Demensiya bugünkü dünyada çox geniş yayılmışdır. Onun müxtəlif növləri var. Parkinson xəstəliyi isə yayılma formasına görə ondan bir qədər geridə qalır. Ancaq bu iki xəstəliyi birləşdirən bir məqam var. Bunların hər ikisi baş beynin degenerativ xəstəlikləridir. Baş beyində baş verən degenerativ proseslər nəticəsində yaranır. Parkinson xəstəliyinin əsasında dopanergik strukturların pozulması durduğu halda, demensiyanın əsasında xolinergik sistemlərin funksiyasının pozulması durur və demensiya özü də Alzheimer demensiyası, yəni beyin hüceyrələrinin məhvi nəticəsində yaranan demensiya forması var. Bir də müxtəlif serebrovaskulyar xəstəliklərdə, insultlardan sonra yaranan vaskulyar demensiya var. Onlar da fərqlidirlər mexanizminə görə. Yəni bunların yaranmasında, tətiklənməsində əsəb faktorunun rolu önəmli deyil. Əsas struktur, beyin hüceyrələrində baş verən, müxtəlif strukturlarda baş verən dəyişikliklərdir. Bu xəstəliklərdən qismən uzaq olmaq üçün nələrə diqqət etməliyik? Həm demensiyanın, həm Parkinson xəstəliyinin əsasında beyində olan struktur dəyişikliklər durur və burada irsi amilin də müəyyən yeri var. Ona görə demək irsiyyətində bu xəstəliklər olan insanlar bir qədər bu hallara diqqətli olmalıdırlar. Profilaktik məqsədlə müəyyən tədbirlər həyata keçirməlidirlər. Siz hansı tədbirləri nəzərdə tutursunuz? Bu ümumi sağlamlaşdırıcı tədbirləri özündə ehtiva edir. İlk növbədə əlbəttə streslərdən uzaq olmaq, meditasiya və sairə stres faktorlarının təsirini neytrallaşdırmaq. İkinci yerdə əlbəttə qidalanma söhbəti durur, düzgün qidalanma. Omega saxlayan yağlarla, qeyd etdiyimiz kimi antioksidantlarla zəngin meyvə, tərəvəz və s. istifadəsi bu işdə çox önəmlidir. Bir də ki, fiziki aktivlik.
qədim dövrlərdən hətta tibbin əsasında duran Hipokrat, Əbu Əli İbn Sina da hərəkətin həyat olduğunu demişdilər. Ona görə günlük fiziki aktivlik bizi bir çox xəstəliklərdən sığorta edə bilir, onların qarşısını ala bilir və gedişi zəiflədə bilir. Günlük aktiv hərəkət qan təzyiqinin aşağı düşməsi deməkdir. Şəkərli xəstələrdə şəkərin miqdarının aşağı düşməsi deməkdir. Bununla yanaşı həm də gün ərzində toplanmış emosional gərginliyi, stresin atılması deməkdir. Və təbii ki, bir mövzuda çox diqqət çəkir Sədaqət xanım. Mənə də şəxsən həmişə maraqlı olubdu ki, nəyə görə miqren xəstəliyi daha çox qadınlarda təzahür edir? Qadın və kişi sinir sistemləri arasında, beyinləri arasında hansı fərqlər var ki? Mətanət xanım, miqren çox qədim zamanlardan insanlara məlum olan bir xəstəlik olub və dünyada geniş yayılmış bir xəstəlikdir. Dünya əhalisinin 12-15%-də miqren xəstəliyi rast gəlinir və miqren hamıya məlumdur, bizim əhalimiz də bu haqda yetərincə məlumatlıdır ki, başın bir yarısında tutma şəkilli, pulsasiya edici ağrılarla özünü təzahür edir və həm də onu yanaşı, ona eşilik edən simptomlar olur. Bu ürək bulanmadır, bu işığa həssaslığın, səsə həssaslığın artmasıdır. Miqren xəstəliyinin statistikasına baxdıqda, miqren xəstəliyi qadınlar arasında kişilərə nisbətən 2-3 dəfə artıq yayılmışdır. Bunun da çox önəmli bioloji, sosial səbəbləri var. Bioloji səbəblər ondan ibarətdir ki, qadın orqanizmi təbiətdən belə yaradılmışdır ki, o həyatının müxtəlif etaplarında hormonal dalğalanmalara məruz qalır. Menarx dövrü, ondan sonra hamiləlik dövrü, sonra menopauza dövrü, bütün bu dövrlər qadın orqanizmində hormonal durumun yenidən qurulmasına, estrogenlərin nisbətinin dəyişməsinə səbəb olur. Estrogenlər isə miqreni tətikləyən əsas hormonlardır. Buna görə Mətanət xanım, miqren əsas etibarilə qadın xəstəliyi hesab olunur və miqrendə bir irsilik də var. Xüsusilə qadın xətti ilə anasında, xalasında, bibisində miqren olan qadınlar bu işə daha həssas olmalıdırlar, 2 qat diqqətli olmalıdırlar. Və ən vacib məsələlərdən biri də bizim özəlliklə son 15 ildən bəri, 20 ildən bəri məruz qaldığımız informasiya budur. Əlbəttə, qloballaşan dünyanın bir parçasıyıq. Hər birimiz internet dünyasının bir iştirakçısı və müşahidəçisi. İstəsək də, istəməsək də bütün dünya bizim əlimizdədir. Yəni bir telefon parçasında biz hər gün lazımlı və lazımsız, bəlkə də həddindən artıq informasiyalara diqqət ayırırıq və bir çox hallarda lazımsız informasiyalara məruz qalırıq. Təbii ki, bunlar yəqin ki, fəsadsız ötüşmür insan beyninə. Bəli, müasir texnologiyanın inkişafı bizim hər birimizin əlimizdə bir deyil, 2-3 telefonu olması, yanımızda notebook və planşetlərin gəzdirilməsi, iş rejimimizin səhərdən axşama qədər birbaşa bu texnologiyalarla əlaqədar olması əlbəttə bizim demək sağlamlığımıza, diqqətimizə, emosiyalarımıza mənfi təsir göstərir. Belə ki, bu streslərin sayını artırır. Ümumiyyətlə belə hesab olunur ki, bu müasir texnologiyaların, telefonların, sosial şəbəkələrin həm müsbət, həm mənfi cəhəti var. Müsbət cəhəti ondan ibarətdir ki, biz öz günlük fəaliyyətimiz üçün, əmək fəaliyyətimiz üçün müəyyən bir resurslara, informasiyalara daha asan çatırıq və öz işimizi bunlarla həll edə bilirik. Mənfi cəhəti ondan ibarətdir ki, bu gələn informasiyalar hamısı istər
istəməz sinir sistemində funksional pozuntular yaradır. Bir də süni intellektlə bağlı sizdən bir məsələyə münasibətinizi soruşacağam. Nevrologiya sahəsinə süni intellektin tətbiq olunması bu sahənin inkişafına hansı töhfələri verə bilər? Mətanət xanım, bu da çox aktual bir mövzudur. Elmi texniki tərəqqinin növbəti etapı həyatımıza daxil olan süni intellektdir. Mən hesab edirəm ki, süni intellektlə bəşəriyyət, insanlıq yeni bir eraya daxil olur və bu da tibbə də etkisiz, təsirsiz ötüşmür. Süni intellektin tibbə, ümumi tibbə və nevrologiyaya daxil olması müxtəlif istiqamətləri əhatə edir. Birinci, bu bizim praktik fəaliyyətimizi əhatə edir. İkincisi, bizim diaqnostikamıza yardım edir. Üçüncüsü isə elmi axtarışlarımıza, elmi işlərimizin yerinə yetirilməsinə yardımcı olur. Mən süni intellektin tibbdə rolunu ancaq müsbət dəyərləndirirəm. Nə baxımdan müsbət dəyərləndirirəm? O, bizim bir çox uzun zaman vaxt sərf etdiyimiz məsələləri daha qısa müddətdə həll etməyə imkan verir. Bu, onun bir tərəfi. Digər tərəfdən, rutin olaraq bizim nevroloji praktikada istifadə olunan müxtəlif müayinə üsulları, lap elə klinik müayinə üsullarına da sirayət edərək diaqnostikanın daha da dəqiqləşdirilməsinə, insan gözünün görə bilmədiyi müəyyən qanuna uyğunluqları oradan çıxararaq diaqnostikanı demək yüngülləşdirməyə imkan verir. Ancaq əlbəttə süni intellekt həkim intellektini əvəz etmir. Biz süni intellekt bizim əlimizdə müəyyən məsələləri həll etmək üçün bir alətdir. Biz ondan düzgün istifadə etməliyik. Amma son söz əlbəttə həkim tərəfindən verilir. Diaqnoz və müalicə həkim tərəfindən müəyyənləşdirilir. Əminəm ki, bizi izləyənlər sizlərin tövsiyələrinizdən zaman-zaman faydalanacaqlar. Çox sağ olun. Belə, dəyərli izləyicilərimiz, daha bir müsahibənin sonuna gəldik. Əgər sizi maraqlandıran suallara, sağlamlığınıza dair narahatçılığınıza əsas verən hər hansı bir qaranlığa aydınlıq gətirdiksə, çox məmnunuq. Bizimlə qalın, çünki maarifləndirmədə davam edəcəyik.